Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka Ateliyasında çox maraqlı mövzularla dərslərimiz davam edir. Dəyərli izləyicilərim, bu gün də sizə olduqca çox maraqlı bir mövzu ilə gəlmişəm. Bugünkü dərsimiz statik formada insan fiqurunun eskizdə təsviri haqqında olacaq. Bilirsiniz ki, bu mövzu geyim dizaynı və model eskizi ilə məşğul olan hər kəs üçün olduqca vacib mövzulardandır. Çünki eskizdə forma və tarazlıq yaratmaq üçün əsas prinsiplərdən biri də simmetriya, asimetriya, kontrast və nüans anlayışıdır. Bəs gəlin görək bu prinsiplərdən biz necə istifadə etməliyik? Dəyərli müəllimlər, ilk öncə sizə məlumat vermək istəyirəm simmetriya haqqında. Simmetriya anlayışı hamı üçün aydındır. Çünki biz bunu bir çox yerlərdə, bir çox ixtisaslarda da rast gəlmişik. Bilirsiniz ki, simmetriya bir formanın iki eyni hissəsinin bir-birinə uyğun yerləşdirilməsidir. Məsəl üçün, fiqur eskizlərində bu əsas balans yaradan bir vasitə kimi qəbul olunubdur. Çünki belə desəm, daha lor dilindən izah etməkdə durur. Məsəl üçün, gözümüzün qarşısında bir insan fiquru canlandırırıq və ilk baxışdan onun sağ və sol hissəsi bir-birinə bərabər hissədədir. Yəni, bir ola bilər ki, məsələn, bir tərəfi daha hərəkətli, bir tərəfi isə sakit ruhda verilə bilər. Təbii ki, bu daha çox asimetriya anlayışına xas olan bir xüsusiyyətdir. Amma simmetriyada isə tarazlıq, balans bir-birini qorumuş olur. Və simmetriya anlayışı da özü 3 şaxəyə bölünür. Deməli, bura daxildir mərkəzi simmetriya, güzgü simmetriyası, bir də spiralvari vinç simmetriyası. Gəlin ilk öncə mərkəzi simmetriyaya nəzər salaq. Deməli, mərkəzi simmetriya deyəndə fiqurun hər iki tərəfi mərkəz xəttinə görə bərabərdir. Məsələn, bir insanın ön hissədən görünüşü burada özünü ehtiva edir. Yəni, mərkəzi simmetriyadır. Sadəcə mərkəzi göstərir. Güzgü simmetriyasında isə bundan fərqli olaraq sanki bir tərəf digərin güzgüsü kimi əks olunur. Bu köynəklərdə, paltarlarda, kostyumlarda daha tez-tez özünü biruzə vermiş olur. Və digər sonuncu bir şaxəsi isə spiral və vinç simmetriyasıdır. Burada isə fiqurların dairəvi və fırlanan düzülüşü kimi əks olunmuşdur. Burada daha çox aksesuar, bəzək, dizaynda tətbiq olunan əlavə hissələrin görüntüsü kimi tətbiq olunur. Və digər bir anlayışımız isə asimetriya və dissimetriya anlayışıdır. Bəs belə bir sual verim sizə. Siz bir özünüzdə düşünün. Bütün hazırladığımız, istifadə elədiyimiz hər şey bir-birinə bərabərmi, simmetrikmi olmalıdır? Bu sualı mən cavab vermək istəyirəm. Siz də öz aləminizdə, yəni orada videonu dayandırın, cavab verin. Əlbəttə ki, xeyr. Hər şeyin bərabər, bir-birinə balanslaşdırılmış formada olması məcburiyyətində deyil. Bunun üçün də bu anlayışı bizə ən gözəl izahla verən asimetriya anlayışıdır. Çünki asimetriyada hissələr qeyri-bərabər yerləşdirilməsidir. Məsələn, vizual olaraq maraq və dinamika yaradan bir formadır. Kitabda da yəni nəzər yetirmişsinizsə, orada həmin silüetlərin formalarını veriblər. Görürsünüz, həmin asimetriya üsulunda istifadə olunan fiqurun qurulmasında heç bir hissə bərabər deyil. Məsəl üçün, bir çiyin digərindən fərqli tətbiq olunubdur. Bu elə geyimlərdə də özünü biruzə verir. Xüsusilə də gənclərdə, ziyafət və avangard tərzdə olan geyimlərdə bu effektə daha tez-tez rast gəlmək mümkündür. Bugünkü günümüzün də ən vizual istifadə olunan formalarından biridir. Asimetriya özü də müxtəlif yollarda istifadə olunur, yəni yaradılır. Burada məsələn diaqonal bölgülər olsun, müxtəlif parça fakturaları olsun, sağ və sol hissələrdə fərqli tətbiqatlar olsun. Təbii ki, bu özünü burada daha çılğın bir formada göstərmiş olur. Və dissimetriyada isə simmetrik quruluşdan qismən pozulması anlayışı kimi qəbul olunmuşdur. Buna da məsələn yalnız bir tərəfdə cib və ya bir tərəfdən fərqli aksesuarın olmasıdır. Bugünkü günümüzdə də
Yəni şəxsən bizim öz qarderobumuzda da belə geyimlərə rast gəlmək olar ki, məsəl üçün, yəni bir tərəfdə cibdən istifadə olunub köynək, o çiyin geyimlərindən olan köynəkdə olsun. Digər tərəfində isə daha fərqli bir cibdən istifadə olunubdur. Yəni baxırsan ki, bir geyimdə iki cib formasından istifadə olunub, sağda və ya solda. Dissimetriyada isə onu da qeyd edeyim ki, balans tam pozulmadan eskizdə hərəkətli və fərqlilik vermək məqsədi ilə istifadə olunur. Yəni heç bir uyğunsuzluğa rast gəlinmir. Daha sonra isə bədii təsvir vasitələrinə nəzər yetirmək istəyirəm. Burada aiddir kontrast və nüans anlayışı. Bəs gəlin görək kontrast, nüans deyəndə nə başa düşülür? Ümumiyyətlə kontrast tünd və açıq, iri və xırda, sərt və yumşaq kimi qarşı-qarşıya qoyulan xüsusiyyətlər nəzərdə tutulur. Bu eskizdə ifadəlik, cəlbedicilik qatmaq üçün istifadə olunan bir formadır. Məsələn, qara və ağın birlikdə istifadəsi, fərqli toxumalar və yaxud da ki, formatlar olsun, fərqlilik. Yəni sadəcə kontrastda nəzərə çarpacaq dərəcədə fərqliliyin özünü biruzə verməsidir. Nüans isə oxşar xüsusiyyətlərin arasındakı incə fərqləri əks etdirən bir xüsusiyyətdir. Məsələn, bozun tonları, eyni rəngin müxtəlif açılışlarda istifadə olunması buna bariz bir nümunə ola bilər. Nüans zəriflik, sakitlik yaratmaq məqsədi ilə daha çox klassik, işgüzar geyimlərdə istifadə olunan bir formadır. Eyniyyət isə tam bərabərlikdir. Adından da bəlli olduğu kimi bu kompozisiyada sabitlik və rahatlıq hissi yaratmaq üçün istifadə olunan bir formadır. Ümumiyyətlə kostyumdur, istər fiqur olsun, kompozisiyasında istifadə olunan vasitələr birlikdə və balanslı şəkildə istifadə olunsa, geyimimiz də bir o qədər simmetrik, asimetrik, dissimetrik, kontrast, nüans çalarlarının altında birləşdirilmiş formada hazırlanacaqdır. Və yaxşı olar ki, hər şey əvvəlcədən düşünülüb yerinə yetirilsə, hazırlayacağımız formada selülyet də, fiqur da öz balanslığını qoruyub saxlamış olacaq və bu da nəzərə çarpacaq dərəcədə gözəl görünüşə sahib olacaq. Amma diqqət yetirməliyik ki, çox kontrast vizual gərginlik yaratmasın, çox nüansda monotonluq hissi yaratmasın. Yəni istər selüliyetimizdə olsun, istər geyimimizdə olsun, ən vacib harmoniyadır. Harmoniyanı biz sizlə əvvəlki dərslərimizdə də keçmişdik. Yəni vasitələr bir-birinə uyğun şəkildə istifadə olunsa, bizim hazırlayacağımız dizaynda bizim zövqümüzü oxşayacaq və bizim işimizə qiymət verəcək şəxslər üçün də göz oxşayan bir formada, hər kəs tərəfindən bəyəniləcək bir formada olacaq. Yəni burada bizim əsas məqsədimiz simmetriyadır. Simmetriyanın əsas strukturun dayağıdır. Yəni hər bir dizaynın yaradılmasında simmetriya əsas anlayışdır. Asimetriya və dissimetriya isə biraz obraza fərqlilik qatmaqdır. Yəni açar sözlər olaraq qeyd edirəm ki, yadınızda qalsın. Kontrast isə kompozisiyanı canlandıran bir formadır. Yəni dizaynımıza canlılıq verir. Nüans isə incəlik və zəriflik qataraq işimizi neynir? Tamamlayır. Bugünkü dərsimiz haqqında bu qədər müəllimlər. Ümid edirəm ki, sakit fiqurun eskizində simmetriyanın anlayışını anlamış oldunuz. Lakin hər bir dizaynın yaratmasında simmetriya əsas olduğu kimi asimetriya, dissimetriyaya da eskizdə rol ayırmağı unutmazsınız. Çünki hər bir işin yerinə yetirilməsində istər böyük olsun, istər kiçik olsun, əhəmiyyəti olan hər şeydən nə qədər yerində istifadə olunsa, bir işin nəticəsi də gözəl olmuş olacaq. Ona görə ümid edirəm ki, dizaynerlik aləmində də bu xüsusiyyətlərə diqqət yetirmək hamımız üçün vacib bir nüans olacaq. Sonda isə hər birinizə təşəkkürümü bildirirəm. Dərslərimiz əgər sizin üçün yaxşı, əhəmiyyətli oldusa, sizin xeyrinizədirsə, dərslərimizi əziyyətimizin dəyəri olaraq bəyənməyi, xoş fikirlərinizi yazmağı unutmayın. Növbəti dərslərimizdə görüşənə qədər sağ olun müəllimlər.